Euzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Allahu Teala fi kitabihil kerim. فمن حاجك فيه من بعد ما جاءك من العلم فقل تعالوا ندعو أبناءنا وأبناءكم ونساءنا ونساءكم وأنفسنا وأنفسكم ثم نبتهل فنجعل لعنة الله على الكاذبين. صدق الله العلي العظيم. اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Bugün bildiğiniz kimi İslam tarixinin ən mühüm hadisələrindən biri baş verib. Bugün mübahilə günüdür. Tarixdə mübahilə günü kimi məşhur olub. Mübahilə gününün təfərrüatlarını, necə olub, harda olub, hamınız yaxşı bilirsiniz. Qısa olaraq mübahilə hadisəsi necə baş verib, ona görə işarə eləyək. Ona toxunaq, hadisəni canlandıraq, ondan sonra onun barəsində, onun əzəməti və mahiyyəti barəsində biraz danışaq, söhbətimizi yekunlaşdıraq icazə özünə. Bildiyiniz kimi, mübahilə hadisəsi İslam Peyğəmbəri ilə Nəcran Məsihilərinin arasında olan hadisədir. Hadisənin baş vermə tarixi barəsində müxtəlif nəzərlər var. Əsas 3 nəzər deyib tarixçilər. Hicrətin 8-ci ili, Hicrətin 9-cu ili, Hicrətin 10-cu ili. Hicrətin 10-cu ili məşhurdur. Günü barəsində də Zilhəccə ayının 21-i, 24-ü, 25-i 3 gün zikr edib tarixçilər. İxtilaf ediblər bu 3 gündə. Selamun aleykum. Məşhur nəzər Zilhəccə ayının 24-üdür. İndi biz məşhur nəzəri götürək, deyək ki, Hicrətin 10-cu ilində Həzrət Peyğəmbər dünya hakimlərinə məktub göndərirdi. Onların hamısını İslama dəvət edirdi. Bu məktublardan biri də Nəcran Məsihilərinə göndərilmişdi. Nəcran Məsihiləri gəlirlər Mədinəyə, bir nümayəndə heyəti göndərirlər Mədinəyə. Onlar gəlir Həzrət Peyğəmbərlə görüşürlər. Həzrət Peyğəmbərin söhbəti əsasında onlarla Həzrət Peyğəmbər Həzrət İsa əleyhissalam barəsində Allahın bəndəsi təbirini işlədir. Həzrət İsa Allahın bəndəsidir. Onlar bunu Həzrət Peyğəmbərdən qəbul eləmirlər. Deyirlər, Həzrət İsa əleyhissalam atasız dünyaya gəlib, o uluhiyyət məqamına qaildilər Həzrət İsa'ya görə. Burada Həzrət Peyğəmbərlə, bizim İslam Peyğəmbəri ilə Nəcran Məsihiləri ixtilaf edirlər. Həzrət Peyğəmbər hər nə dəlil getirir, onun bənd olması barəsində, Həzrət İsa əleyhissalamın bənd olması barəsində bunlar qəbul eləmirlər. Bunlar qəbul eləmirlər, Allahdan ayə nazil olur. Sözümün əvvəlində tilavət elədiyim ayə, mübahilə ayəsi kimi məşhurdur. Ali İmran surəsinin 61-ci ayəsi. O ayə Allah tərəfindən Peyğəmbərə nazil olur və deyir, sənə dəlil elm gələndən sonra səninlə ixtilaf eləyənlərə de. Siz də öz övladlarınızı əbnaəna və əbnaəkum. Biz də övladlarımızı, siz də övladlarımızı. Oğullarımızı, siz də oğullarımızı. Və nisaəna və nisaəkum. Biz də xanımlarımızı, qadınlarımızı, siz də qadınlarımızı. Və ənfusana və ənfusakum. Biz də özümüzü, siz də özünüzü. Gətirin. Summa nəbtəhil fənəcəl lə'nətəllahi aləl-qazibin. Allahdan istəyir, yalancılara lənət eləsin, əzab göndərsin. Bunlar da qəbul edirlər. Mübahiləni qəbul edirlər. Günün, saatın müşəxəs edirlər, aydın olur. Həmin günü, həmin saatı mübahilə olacaqdır. Nəzranilərin, bu Məsihi nəzranilərin bir başçısı var, Oskov. Eşitmişsiniz. O öz tərəfdarlarına deyir, mübahilə günü, baxın Həzrət Peyğəmbər, indi o Həzrət Peyğəmbər demir, mən deyirəm. Baxın Peyğəmbər kimləri gətirəcək? Əgər sahabələri onu gətirsə, onunla mübahilə edir. Əgər görsünüz, yox, öz yaxınlarını gətirir, onu ilə mübahilədən çəkin. Mübahilə günü gəlir, saatı gəlir, yetişir. Həzrət Peyğəmbər, əbnaəna, öz oğlanlarımızı, oğullarımızı, siz də oğullarınızı, İmam Həsən və İmam Hüseyni götürür, ikisini. Və nisaəna, xanımlarımızı, qadınlarımızı, bir dənə Həzrət Zəhranı götürür. Mən bir dənə burada haşiyədən çıxım. Bu ki, deyirlər, Peyğəmbərin əhl-i beyti onun evidir, evinin xanımlarıdır.
xanım Xədicədir, xanım Ayşədir və sair xanımlarıdır. Bu ayə onlara ən böyük cavablardan biridir. Əgər xanımlar Əhl-i Beytdən məqsəd Peyğəmbərin həyat yoldaşlarıdırsa, niyə görə burada nisa ənadı deyəndə Həzrət Peyğəmbər, Allah ona əmr eləyəndə xanımlarını aparmadı, Həzrət Zəhranı apardı. Oğullarda Həzrət İmam Hüseynlə Həzrət İmam Həsən əleyhissalam. Və özümüzdən də məqsəd bilirsiniz, bir Peyğəmbərin özü idi, bir də Həzrət Əlinin əlindən tutdu, getdilər. Bu 5 nəfər. Ali Əba ki deyirlər, o Əbanın altındakı 5 nəfər, həmin bu 5 nəfərdir. Əhl-i Beyt bunlardır. Bu ayədə onlara bir cavabdır, dəlildir ki, Əhl-i Beyt elə bu 5 nəfərdir, nəinki Peyğəmbərin həyat yoldaşları. Bu öz yerində, haşiyədən qaydaq mövzumuza. Görürlər, Ənfusəna Peyğəmbər özü və Həzrət Əlini getirib. Orada Oskuf baxır, öz tərəfdarlarına deyir, Məsihlilərə deyir. Deyir, mən elə bir simalar görürəm burada, onlar Allahdan istəsələr, dağı yerindən qoparsın, dağ yerindən qopar. Onlar bizə lənət oxusalar, bir il keçməmiş yer üzündə heç bir dənə də Məsihi qalmaz. Mən elə simalar görürəm burada. Odur ki, onlarla mübahiləyə girməyin, razılaşın. Bunu Oskov harda deyir? Bunu tarixçilər hamısı yazıb, bu ayənin təfsirinə də baxsınız. Mən mənbə olaraq fəqət Zəməxşərinin Əl-Kəşşafı səhvə 368-i qeyd eləmişəm. Bu hadisəni orada qeyd edib və mənbələr çoxdur bu barədə. Nə qədər istərsiniz mənbələr var. Oskov bunu orada deyir. Deyir, əgər bu simalar, bu insanlar bizə lənət oxusalar yer üzündə bir il keçməmiş, bir dənə Məsihi yer üzündə sağlam qalmaz. Odur ki, gedin razılaşın. Gəlirlər, razılaşırlar. Xülasə hadisənin sonu belə olur ki, Həzrət Peyğəmbərlə mübahiləyə girmirlər. Həzrət Peyğəmbərlə razılaşır. Həzrət Peyğəmbər də bir şərtlə onların öz dinlərində, öz etiqadlarında qalmağını qəbul edir. O da cizyə ödəmək idi də. Yəni bilirsiniz, İslam hökumətində yaşayan İslam dinini qəbul eləməyənlər cizyə ödəyirdilər o zaman. Yəni, Peyğəmbərin bu şərti ilə razılaşırlar, qalır. Hadisə də belə yekunlaşır. Amma ayənin özü, Əbna-əna İmam Həsən və İmam Hüseyndir, Nisa-əna fəqət xanım Zəhra salamullah əleyhadır və Ənfusəna Həzrət əleyhissalamla Həzrət Peyğəmbərin özüdür. Bunun barəsində 60-dan yuxarı mənbədə qeyd ediblər ki, Əbna-əna İmam Həsən və İmam Hüseyndir. Misdaqı nümunəsi bunlar. Yəni başqası olmayıb. 60-dan yuxarı mənbə qeyd ediblər ki, bunlar təfsirlər. Hətta Fəxri Razi Əhl-i Sünnənin böyük və təəssübkeş təfsir alimlərindəndir. O da yazır ki, bunu bir çox sünnə alimləri, elə şeylərdən danışmır. Bir çox sünnə alimləri iqrar edib, təsdiq edib ki, Əbna-əna İmam Həsən və İmam Hüseyndir, Nisa-əna xanım Zəhradır, Ənfusəna Peyğəmbər və Həzrət Əli əleyhissalam. Bunlar ikisidir. Bir dənə də məsələyə qeyd edeyim mən burada. Bu ayəni Allah nazil eləyib Peyğəmbərə və Allah əmr eləyir Peyğəmbərə. Peyğəmbər demir, Ənfusana mənəm və Həzrət Əlidir. Peyğəmbər demir. Allah deyir ki, sən deməlisən Ənfusana süzgüvüsüz. Ənfusana Peyğəmbər deyir, Allahı kimlərə aparım? Deyir, Əlini özü, tamam, heç kim olmaz. Əbna-əna kimlərə aparım? İlahi, İmam Həsən, İmam Hüseyin, tamam, heç kim olmaz. Nisa-əna kimlərə aparım? Xanımları, cənd özü. Deyir, fəqət xanım Zəhra. Yalnız xanım Zəhra sallallahu. Allahın əmridir bu. Odur ki, biz deyirik, Həzrəti Peyğəmbər ki, məxluqatın əşrəfidir, ən üstün insandır, İslam Peyğəmbəri, ondan sonra Həzrət Əlidir. Niyə deyirik? Yəni, məxluqatın ən üstün insanı Həzrəti Peyğəmbər, Allah Taala göstəriş verir ki, yəni Peyğəmbər sən özün nədirsən, Həzrət Əli olacaqdır. Ənfusənasız, eyni nəfssüz, eyni cansız, birsüz. O da deyir, kulluhum nurun vahid. Bu 14 məsum, Peyğəmbər və Əhl-i Beyti, hamısı vahid bir nurdandır, hamısı. İrad edirlər də, biz də irad edirlər ki, niyə siz deyirsiniz, Həzrət Əli əleyhissalam Peyğəmbərdən sonra ən üstün şəxsdir, imamlar ən üstün şəxsdir. Ən bariz sübut, ən bariz nümunələrindən biri bu ayədir. Bu ayə açıq-aşkar deyir, Peyğəmbər sən nəsən? Həzrət Əli də sənin özündür. Özünsən, özündür Peyğəmbər. Həzrət Əli əleyhissalam. Fərq bir dənə budur ki, sən Peyğəmbərsən. Allah sənə vəhiy nazil edib. İmam Əli əleyhissalam Peyğəmbərdir. Yəni, mövzu bir çox cəhətdən, hadisə bir çox cəhətdən çox əhəmiyyətlidir. Çox əzəmətlidir.
Və təəssüflər olsun ki, bu gün çox az qeyd olunur. Mübahilə günü Qurban bayramı kimi, Fitir bayramı kimi, Qədirxan bayramı kimi təntənəli qeyd olunmur. Halbuki burada üzərində saatlarla danışmaq olar, günlərlə danışmaq olar. Sadəcə mənim vaxtım məhduddur burada. İndi qısa danışıb keçəcəyəm mən. Bu ayədən bilirsiniz nələr çıxartmaq olar? Mən təfsirinə baxırdım ayənin. O qədər yaxşı mətləblər var bu ayə ətrafında danışmaq olar. Çoxdur. Və sonda İhqaqul Haqq kitabında və digər mənbələrdə Həzrət Peyğəmbərdən bu hədisi getirirlər. Onu ilə mən mövzunu yekunlaşdırıram. Bir də bunu da qeyd edeyim ki, Əllamə Məzisi də öz kitabında mübahilə ayəsinin şərhi barəsində Əbna-əna, Nəsa-əna və Ənfusəna mistaqları barəsində İmam Həsən, Hüseyn, xanım Zəhra və Həzrət Əli barəsində, onlar ayənin olan barəsində nazil olması haqqında buyurur ki, hədislər mütəvatirdir. Yəni o qədər çoxdur. Əhl-i Sünnə özü bunda ixtilaf eləməyib. Hamısı qəbul ediblər ki, bu ayənin mistaqları filan illərdir, filan kəslərdir. Və bunun barəsində olan hədislər də mütəvatirdir. Yəni şək yoxdur bu hadisədə və bu ayənin bu insanlara nazil olması, ayənin nuzulun bu insanların olmasında şək yoxdur, şübhə yoxdur. Və Həzrət Peyğəmbər sonunda buyurur ki, canım əlində olan Allaha and olsun ki, əgər onlar bizimlə mübahiləyə girsəydi, biz onlara lənət istəsəydik, bu 5 nəfər onlara lənət istəsəydi Allahdan, bir il keçməmiş onlardan bir dənəsi yer üzündə salamat qalmayacaqdı. Hamısı meymuna və donuza dönəcəkdi. Meymuna və donuza dönəcəkdi. Hətta Məsihi yaşayan ərazilərin ağaclarının üzərindəki quşlar da məhv olacaqdı. O ağacların üzərindəki Məsihilər orada yaşayır, orada quşlar o ağacların üzərində qonur, onlar da məhv olacaqdı. Heç bir il keçməmiş bunlardan salamat qalmayacaqdı. Bunu Peyğəmbər özü buyurur, hədis Müfidin İrşad kitabında 1-ci cild səhifə 166-dadır və ümumiyyətlə bu kitab Əl-İrşadda 166-cı səhifədən 171-ci səhifəyə qədər mübahilə barəsində olan hədislərdir. Geniş hədislərin bir çoxunu getirib, burada geniş bəhs edib mübahilə mövzusunu. Mən bundan artıq sizin vaxtınızı almıram. Və Allahdan istəyirəm ki, Allah Teala bu günü əzəmətini dərk edənlərdən qərar versin bizi. Allah Teala bu ayənin mistaqları Həzrəti Əli, xanım Zəhra, Həzrəti Hüseyn, Həzrəti Həsən əleyhimussalam bunlarla bizim hamımızı məhşur eləsin inşallah. Ahirətdə şəfaətlərindən bizi binəsib eləməsin, cənnətdə qonşuluqlarından bizi binəsib eləməsin. İnşallah Peyğəmbər və Əhl-i Beytinə xatir bütün müşkillərimizi həll, hacətlərimizi rəva eləsin. Allaha and verirəm Peyğəmbər və Əhl-i Beytinə, mübahilə gününün əzəmətinə, dünyanın hər yerində İslama, müsəlmanlara xidmət eləyənləri müvəffəq və müəyyəd eləsin. Dünyanın hər yerində İslamla, müsəlmanlarla düşmənçilik eləyənləri zəlil, xar və məhv və nabud eləsin. Xüsusilə ölkəmizdə yaşayan şiələrin, zindanda olan xanımların, zindanda olan qardaşlarımızın, ruhanilərin, mömin qardaşlarımızın, hacıların hamısının qapısını açsın, onlara zülm eləyənləri inşallah məhv və nabud eləsin. Allah razı olsun, vaxtınızı aldım, halal eləyin haqqınızı.